hissələr yəqin yaxşı görünər, çəkirəm. Elə oldu ki, qarşı zirvə burada durmağımıza imkan vermədi və biz bir daha demişdim ki, buraya hər yazdığımı təsdiq edəcəm. Buranın daş qayanı dağıdıb, bura bir cığır kimi səngərə yol açıblar. Səngər buranı müdafiə eləməli idi. Ancaq ermənilər o zirvəni aldı, bura qaldı müdafiəsiz. Sizə inanırım, bu qayalarda ot parçaları yanır da güllələrin işığından. Rasim sökəndi, bax, o dəmirin yanına. Mən də buradaydım, bax, bu hissədə. Əfqanla burada yanaşı uzanmışdıq. Burada 545 güllələri olmamış olmaz. Burada bizim güllələrimiz var burada. Baxın deyəcəm. Bax, buyurun. 545 dedim. Bunlar mənim də gülləm ola bilər. Burada çox güllə atmış. Bax, tapdım bir tövdə var. Bax, açılmamış. Əfqanda nə silah idi? 7.62 idi deyəsən. Çox yadımdan çıxıb. Bax, bir dənə də bir töv güllə tapmışım. Bu 5.45'di, partlamamış. Yəni, görürsünüz, hər bir şey var üzərində. Bunlar da xarab olmur. Elə bir materiallardır ki, xarab olmur. Gəldik, buradaydıq. Bax, güllələr buradadır. 5.45'lər da var. 7.62 da var. Bu Rasim Camalov. Bizim kəşfiyyat tamı xüsusi qrup idi. Bura köməyə gələn Rasim Camalov, bax, orada güllə atırdı. Oradan mənə qışqırdı ki, bu istiqaməti gözdə, bunlar gəlir buradan. Yəni, buradan da oluşarlar bura. Mən də buradan ateş edirəm. Ermənilər də orada toplaşdı. Buradan çıxmağa imkan vermədilər. Burada durmuşdum. Bax, elə bir o səngərdə oturum. Həmin günlərdə xatırlayaq. Burada gülləri gördünüz. Və bunları da tarixələr. Mən burada oturmuşdum. Buradan baş qaldırmaq da olmur. Təsəvvür eləyin ki, burada uzanırsan yan üstü. Əfqanla bir-birimizə sök. Rasim bax oradaydı. Dəmirin yanında dedim, imkan qədər nəzarət edirəm, narahat olma. O da bu istiqamətə də atır, bu istiqamətə də. Burada da şəhidimiz, yaralılarımız var buradan. Yuxarı hissədən də bizi ateşə tutdular. Bir də baxdım, daşlardakı səs yox güllənin, başqa cür bir səs gələ bir ki, çəkici taxtaya vurdular. Baxdım, Rasim orada ağzı üstə yıxıldı yeri. Nə pis oldum, dedim, Rasimi vurdular. Oradan dostluq da çörək kəsmişik, illərlə kəşfiyyatda xidmət eləmişik, xüsusi qrup olmuşuq. 865-ci alayın əskərləri. Bir də baxdım, Rasim başını qaldırdı. Dedi, yaxşıyam, oradan süründü buraya qədər. Mən səngərdən çıxım. İzahlayacağım. Bax, buradaydıq dediyimiz yer, oturduğumuz yer budur. Güllə də görürsünüz, bu mənim də gülləm ola bilər başqasında. Orada Rasim süründü bura qədər. Burada Əfqan onu başların dizin üstünə qoymuşdu. Başım burada, başın sarıdı. Rasimin başının arxasından güllə dəyib çıxmışdı. Rasimi buradan götürdük, bu daşları sonra yıxdılar. Rasimi buradan götürdük, çıxartdıq bu qayanın arxasına bura. Ən etibarı yer buradır. Rasimi çıxartdım. Buradan qaydırdıq, bax, burada elə, bax, bu yerdə durmuşdik. Yadınızda qalsın, Cəbrayıl rayonunun bir qəhrəman oğullarından biri Sultan Verdiyevin şəhid olduğu yer buradır. PK pulamyot atırdı. Dedim, bu hissədən özünə gözlə. Həm də bu hissəyə dəstək verdi. Elə oldu, bölüşdük. Biz bu hissəyə nəzarət elədik, Rasim Əfqan mən. Bir qrupda buradan, qayaların arxasından, bura heç kim girmədi. Sadəcə kömək eləyirik, oradan daşların arxasından, qayalardan çıxa bilən buradan gəlir. Burada bir də baxdım ki, Sultan bax burada. Allah rəhmət eləsin. Ruhları şad olsun. Sultan burada yıxıldı yerə. Yıxıldı yerə. Yanında kim yox idi. Yaralı, köməksiz. Birdən qayıtdı ki, bilirdi ki, biz Zəngilan
da yerləşən 865-ci alay 3-cü tabor və nət taborun əsgərləri. Dedi ki, Zəngilan uşaqlar, məni burada qoymayın. Dedik, müharibədə tanıdıq, tanımadıq, hər kəs qardaşdır. Buradaydı. Əfqan burada sarıdı, mən buradan adladım buradan. Orada mediklər oturmuşdu. Dedilər, götürün verin, bura heç kim çıxa bilmir bu zirvəyə. Dedim, kömək eləyəcəm. Gəlin arxamca, bir iki nəfər də buradan güc bələ bura adladıq. Burada xərəyə qoyduq Sultanı. Baş hissəsindən vurulmuşdu. Çənə hissəsi də çox şişmişdi, qan gəlirdi. Əfqan sarıdı, mümkün qədər yardım elədi. Burada şəhid oldu. Allah rəhmət eləsin. Buradan da bir adı xəbərlərimiz vardı, yaralılar, şəhidlər. Yardımlı rayonu Anzov kəndindən. Kimlər olsun. Mən bilirəm ki, məktəblərdə də şagirdlərimizə bu haqda danışırlar. Hər kəs bilsin, Anzovun yardımlının qəhrəmanoğlu Nazim Quluyevin şəhid olduğu yerdir. Kim gəlsə gələcəkdə bu bayraqları təzəliyər. Mən bunu işarə üçün qoymuşam. Nazimin şəhid olduğu yer bu ərazidir. Sultanın vurulub yıxıldığı yer, şəhid olduğu yer. Sultanı əslində hospitala çatdırmışdılar yaralı. Sonradan eşitdim ki, adım buradakı döyüşçülərdən ancaq Sultan yadımda qalıb. Bir də komandirləri vardı. Bu ərazi qulağıma çox səs gəlirdi. Burada Marif deyirdilər. Marif o vardı bu ərazidə. Allah rəhmət eləsin. Bura çıxmaq da çətindir. Görürsünüz də bu tərəf Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın istiqaməti. Bu istiqamətlərdə Füzuli